Son zamanlar saçlarıma qarşı etinasız olduğum üçün saçlarım tökülməyə, parıltısını itirməyə başlayıb və mən də bunun qarşısını almaq üçün çox gözəl bir daimi istifadə etdiyim maskanı hazırlayıram. Əgər sizin də saçlarınız tökülür, parıltısını itiribsə, mən hazırladığım bu maskanı saçınıza tətbiq edə bilərsiniz. Bu isə çox asan və çox sadədir. Bir yumurtanın sarısına bir xörək qaşığı vitamin E, bir xörək qaşığı genə gərçək əlavə edib qarışdırırıq. Qarışdırdığımız məhlulu saçımıza tətbiq edirik. Hər hansı bir masajorla bir neçə dəqiqədən bir masaj edə bilərik. Məsələn, mən sadəcə bununla saç diplərimi masaj edirəm. Yarım saat, 1 saat ərzində də saçınızı yuya bilərsiniz. Hazırladığım maskanı saçınıza tətbiq etdikdən sonra gözləmə müddətində istifadə etdiyiniz yumurtanın ağının üzərinə bir çay qaşığı sarı kök əlavə edib qarışdırın. Hazır olan bu məhlulun içərisinə quru salfetləri batıraraq üzünüzə maska olaraq tətbiq edin. Qurumasını gözləyin. Quruduqdan sonra isə sadəcə ilıq su ilə yuyub, nemləndirici kremlə qidalandırın. Bu qədər sadə. Həmişə gözəllikdə qızlar. Hələlik.